Proseslər sürətlə bir-birini əvəz edir. Təmizləmə əməliyyatı özünə məxsus aparılır. Ramiz Mehdiyevə elan olunan ağır ittihamların ardınca bir ucqar rayonun icra başçısı xüsusi əməliyyatla saxlanıldı. Dövlət Təhlükəsizlik Xidməti Balakəndə əməliyyat keçirərək icra başçısı İslam Rzayevi qandallayaraq içəri atdı. Sual oluna bilər: İslam Rzayev hara, Ramiz Mehdiyev hara? Nə əlaqə? Media dərhal bunların arasındakı ortaq bağın Rusiya amili olduğunu yazdı. Ekspertlər də bu xətti müdafiə etdi. İctimai rəy dərhal bu amilə isti yanaşdı və inandı. Balakən Azərbaycanın şimal-qərbində yerləşdiyi üçün buradan Rusiya ilə bağlantı qurulması asandır axı. Bir neçə ay öncə Qaxın icra başçısı da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs ediləndə ictimaiyyət onun Rusiya ilə əlaqəsindən şübhələnirdi. Amma fikrimizcə bu aysberqin görünən tərəfidir. Alt qatlarda başqa amillərin dayandığını əsla istisna etmək olmaz. Məsələ yalnız siyasi olmaya bilər. Balakən Gürcüstanla sərhəddə yerləşir. Mümkündür ki, bu rayon ərazisindən qanunsuz daşımalar, transferlər həyata keçirilib. Azərbaycandan çirkli pullar çıxarılıb Avropaya, başqa istiqamətlərə daşınıb. Artıq belə rəylər var ki, İslam Rzayev bu məsələdə özünə yaxın olan oliqarxlara, bəzi sabiq və hazırki vəzifə sahiblərinə kömək edib. Bu da xüsusi xidmət orqanlarının diqqətindən yayınmayıb. Hadisələr irəlilədikcə ortaya çox dəhşətli faktlar çıxır. Hələ rəsmi açıqlama, məlumat, statistika yoxdur. Buna baxmayaraq, anlaşılan odur ki, ölkənin iqtisadiyyatı bu soyğunçu dəstələr tərəfindən darmadağın edilir. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.